Xəzər dənizində ilk dəfə gəmidən gəmiyə üsulu ilə yanacaq təchizatı baş tutub. SOCAR Petroleum'un həyata keçirdiyi ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb. Bu addım gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin olunmasına imkan yaradır. Həmçinin Xəzər regionunda dəniz infrastrukturunun inkişafına mühüm töhfə verməklə bərabər Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir, ölkənin tranzit potensialını artırır. Gələcək mərhələdə SOCAR Petroleum bunkerləmə əməliyyatlarının genişləndirilməsini, yüksək keyfiyyətli standartlara uyğun dəniz yanacağının tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır. Qeyd edək ki, bunkerləmə əməliyyatı gəmilərin hərəkətini və daxili sistemlərinin işləməsini təmin etmək üçün onlara yanacaq və sürtkü yağlarının vurulması prosesidir. Bu proses texniki icra üsuluna görə gəmidən gəmiyə və sahildən gəmiyə olmaqla reallaşdırılır.